Martın 6-sında Xocalı faciəsindən xəbər tutan kimi Bərdə şəhərinə dünyanın ən məşhur olan 15 televiziya şirkətinin nümayəndələri yığıldı. Salam əleykum uşaq. Salam. İndi görürəm ki işimiz var da, işdən sonra görüşüb söhbət eləyərik. Gedirsiniz. İnşallah. Oldu, buradayam mən də görüşüşük. Oldu. Sağ salamat. Oldu çekin, oldu. Atışırıq da. Onlar bizə, biz onlara. İnşallah qalib gələrik də. İndi uşaqlar, bu qalib gəlmək üçün sizcə əsas nə çatışmır bizə? Əsas bizə qüvvə lazımdır. Bizim o cavanlar qoy gəlsin, birləşsin bizə. Əlbir olaq, bu torpaq uğrunda vuruşaq. Biz Bakıya gedirik. Bəs evdəkilərə bir... Evdəkilərlə sözüm o nə ola bilər? Evdəkilərlə sözüm o ola bilər ki, qoy nigaran olmasınlar. Qoy fikir eləməsinlər, deməsinlər ki, mənim fərqi yoxdur, o birisi, bu birisi. Hamımız bir millətük. Gəlmişəm, qoy fəxr eləsinlər ki, gəlib burada məsələn vuruşuruq. Ayın birində də mənim oğlumun adı günü oldu, mən buradaydım, heç görmədim. Allah sağ olasın. Oğluma da arzulayıram ki, qoy yeşəlsin inşallah, atasıyla da fəxr eləsin. Oğlum da gəlsin, elə mənə qoşulsun, burada vuruşsun. Bəli, can sağ olun. Mən istərdim Şəmkir əhlinə, Şəmkir öz yerlərimə salam çatdıram. Deyəm ki, İkinci Dünya müharibəsində bizdən olubdu, bizim yurtdan olubdu. Qəhrəman İsrafil Məmmədov, mən istərdim ki, o oğlanlar arası ki, o torpaqda doğulur, Şəmkir yurdunda doğulur, çağırardım bura gəlsinlər, burada kömək lazımdır, hər tərəfli, çoxlu spesialistlər lazımdır, asıl ki, bu texnikadan baş çıxanlar, yaxşı, Qaçıb gizlənməsinlər. Yaxşı silah atanlar, hamısı gəlməlidir bura, yığışsınlar bura, çox istəyərdik. Birlik olsa hər şey olacaqdır, biz bunun axırına çıxacağıq. Eləyəcək ki, burada düzən də ədalət, haqq, ədalət hamısı qalib gələcəkdir. Bilirsiniz necədir? Məsələn, biz burada vuruşuruq, düzdür? Gedirik, qayıdırıq Bakıya. Bakıda heç kim bilmir burada nə vəziyyət gedir. Bilmirlər. Elə bilirlər ki, nədir, indi biz oturmuşuq orada, bunlar atır, biz atırıq. Yox, belə deyil. Adama elə baxırlar. Gəlib o meyitləri görsələr burada, inandırım sizə ki, bütün orada millət qalmasa hamısı tökülər bura. O cavanlar var, o yaşayanlar var, məsələn, buranın əhalisi var. Mən məsələn, buralı deyiləm, özüm Ceyranmatanda qaldım. Mən buranın torpağını tanımıram. Yerini qarış-qarış bilmirəm də. Elə adamlar var ki, yaşayır Bakıda, qarış-qarış bilir bunu. Onlar gəlsin bizə, bura köməyə. Əl-ələ verə işləyək də, qardaş. Bir dənə də o siyasi, o işlə məşğul olanlara demək istəyirəm ki, bu siyasəti qoysunlar qırağa, hələ bizə bu vacını deyil. Birinci növbə bizə lazımdır torpaq. Siyasət o boş şeydir, o təzələn, o yüz də bilirsiniz, hamı da bilir ki, bu dəqiqə Bakıda stol davası gedir, qutardı yetdi. Burada döyüşləyə yollar orada stol davası. Aynen. Biz düz deyir ki, biz burada vuruşuruq, döyüşürük, onlar orada nə vaxtda kimi siyasi yolla, bu neçə il siyasi yolla başa... Bizim bu günləri bayramdır, analarımızın, bacılarımızın. Ağam bərəmdə xahiş edirəm, amma efirə göndər, bayramlarını təbrik edirik. Əgər bizdə birlik olmasa da, siyasına xeyri yoxdur, Allah bizim başımızın üstündədir. Həmişə kömək eləyib eləyəcəkdir. Burada gec-tez var bir balıqca. Allahın səbri böyük. Düzdən də, ana bacılarımızın təbrik eləyəm səni. Biləcəri demək istəyirəm ki, Biləcəri uşaqlarına. Timdə dayanmasınlar, mənə kimi gəlsinlər bura. Əlavə Ceyranmatan uşaqları da gəlsin bura. Bir də onu arzulayıram ki, hamımızı. Evdə düzdür, bir qızım, bir oğlum var, hamımızın canı sağ eləsin. Evdəkilər o fikir eləməsin. Düzdür, neçə gündür biz buradayıq, nə zəng eləyə bilir, nə bir şey. Vaxtımız yoxdur. Uşaqlardan oxuyan var mı? Uşaqlardan da müğayət olsunlar, onsuz da biz buradayıq. İnşallah indi azadlığa kimi hələ buradayıq. Bir söz deyim sənə. Onsuz da bu verilişə ekranda ermənilər də baxır. Onlar qoy eşitsinlər ki, ermənilər bilsin ki, onsuz da bunun axırı yoxdur. Onların axırına çıxacağıq. Qoy ona əmin olsunlar. Qoy bilsinlər ki, böyük erməni dövləti yaratmaq onlara qismət olmayacaq. Nədən ki, Azərbaycanlılar oradan qovurlar bura, onlar hamısı buradan gedəcək. Onlara törətdiyi hadisələrə Xahiş edirəm, bu bağçamızı bir dənə çək. 40 yaşım var, mən götürmürüm. Zorla gəlmişəm.
Qoy qüvvətə gəlsinlər o cavanlarımız. Siqaret satanlarımız, simbişka satanlarımız. Bu Bakıda, gör nələr deyirsən. Hamısı xarici siqaret O Bakıdakılar bilsinlər ki, o siqaret kişidirlər. Satırlar, o satsınlar, amma bura da göndərsinlər, kişi olsunlar. Rəhbərlik yaransın bir dənə. Orduya bir dənə komandan olsun ki, işin hamısı planla geçsin. Cəmaata var qırdırmasınlar. Zərə bir tərəfdən birlik olsun da, orduya bir dənə ali komandan olsun ki, o da rəhbərlik eləsin. Bax, gör Astra çəkilir, qardaş. İnturistə oturub Malbura çəkirlər, ay kişi. Onlara denən qeyrətə gəlsin, göndərsin bura siqaretə cəmaata. Dünənlər, heç fərqi yoxdur, siqaret göndərsin, nə olur olsun. Bilən ki, kişidirlər, göndərdilər nəsə. Dünənlərim girmişəm mikrorayon bazarına. Mən özüm mikrorayonda yaşayıram. Mikrorayon bazarına Malburanı 150 manata satırlar. Ha, elə ola. Bax, fikirləşsin də bizim hökumət. Bir daha evdəkilər demək istəyirəm ki, Asomina atama da çox nigaran məndən qalmasınlar. Hər şey yaxşı olacaq. Bu sözləri eşidəndə heç birimiz bilmirdik ki, bir neçə dəqiqədən sonra ermənilərin bu pozisiyaya güclü atəşi başlayacaq. Ver gəlsin. Tez eliyiz, tez eliyiz. Atan qadı. Tez eliyiz. Tabii. Tez eliyiz. Hadi. Tez eliyiz, tez eliyiz. Saydi лучше, saydi. Tez eliyiz. Çömeyin burada. Yavaş, yavaş. Yavaş. Ha bunu götürürler ha bunu götür. Bunu götür ha götür de şeyi. Tez eliyiz. Gel bunu gel bunu. Oy, kimi eliyin ona? Götür. Keş götür. Keş götür. Çömeyin burada. Tamam burada var. Belinden tutun aşağılar, belinden, belinden. Aşağıdan kimi eliyin, tez eliyin. Koy bu üstüne. Tez eliyin, koyun. Tez eliyin, gitti. Gitti. Tez ol, tez ol. Tez ol bile. Götür çıkar. Siz geçin, siz geçin. Onun arasındadır. Onun arasındadır. Bilendedir. Tut bunu. Bunu niye koymadınız yukarı? Bunu niye yukarı koymadınız ki oraya? Seni götür buradan. Getiriyorum ki, kime getir. Tezcan olur.